Əşyalarım olarkən ikən. Mən niyə danışa bilmirəm? Ümumiyyətlə, niyə danışa bilmirəm yəni mən? Ne var burada? Ana bəlkə biraz yavaş danışasan. Əsasən niyə saç şəklini götürüb vizyon barda qoysan? Artıq. Bunu da çıxartdırmışam. Mən bir şeydən 2 dəfə eləmişəm. Mən sizi düşünərək qoydum bu. Mən atçılıq kurslarında da yazılır. Kimi kameralarda ala bilər. Ciddi işlər görür. Məxfi işlər görürdü. Ayda, nə pis kəsdim mən bunu. Uşaqlar, tam video başlayacaqdım da. Nəyə fikir verdim bilsəz? Buna. Halqavari bir şey yaranıb üzümdə. Bunun səbəbini bilmirəm. Bunun səbəbini mən süni intellektdən soruşdum ki, dedi son günlərdə tonal krem falan istifadə eləmisənmi? Dedim hə. Və məni yəni YouTube kanalıma falan da tanıyanlar bilər ki, mən normalda makyaj əşyaları istifadə edən bir insan deyiləm. Çox nadir hallarda harasa gedərsəm, nə bilim belə şənliklərə falan gedərsəm, onda eləyərəm. Qayıtdı, o da dedi ki, elə çox güman ki ondan yaranıb, başqa bir şey deyil. Üzümə gelib və nəmləndirici vuracağım indi sadəcə, bilmirəm yəni. Ondan əvvəl keçək videomuza. Hər kəs salam, kanalıma və videoma xoş gəldiniz. Mən Zəhra. Bugün sizlərlə birlikdə çox qəşəng bir video hazırlamağa gəldim ki, bu video nə olacaq? Mən qıraqdan bir dənə mahnını söndürüm. Bu video nə olacaq? Bu günləri artıq bilirəm yeni ilə keçmişik. Bu normalda yeni ilə keçməmişdən əvvəl eləməliyim. Amma mən keçən ildə belə eləmişdim, olmuşdu yəni, o bir şey yoxdur. Bu il biz vision board hazırlayırıq. Çıxartdırmışam, hər birini çıxartdırmışam. Bir 5 səhifə vision boardımız var bizim bu günləri. Və biz bu 5 səhifəni bitirməliyik, Allah kahretsin. Biz bu 5 səhifəni bitirməliyik. Gəlin yavaş-yavaş işimizə koyulaq. Getdim, hələ bir ərinməz belə kleylər, zadlar da aldım ki, oturaq onu eləyək qəşəng. Və təbii ki, yanımızda nə var? Mac kofesi. Mən deyirəm də, axırda yəni bunu bir reklam zad götürüm. Amma bunun əvvəl bu mənə çox narahat eləyir. Əgər sizdə də belə bir hadisə yaşanırsa, xahiş edirəm şərhlərdə mənə yazın. Bilim sonra narahat olmuyor. Bu arada videoya keçməmişdən əvvəl kanalıma abunə olmağı, videomu bəyənməyi və videoma da şərh yazmağı unutmayın. Amma hər zaman kimi təbii ki də bunları eləməsəz canınız sağ olsun. Çünki mən bu videoları əyləncə məqsədilə çəkirəm və sizə bəzi faydaları olsun deyə siz həm də mən bizə verilən negativ enerjilərdən o biraz uzaqlaşaq, hamısını unudaq deyə eləyirəm. Neyse o zaman keçək biz yavaş-yavaş videomuza. İlk öncə birinci bununla başlamaq istəyirəm mən. Bununla başlamaq istəyirəm. Burada qəşəng. Əslində mən keçənki videom bu arada da baxacaqdım ki, görüm orada nələrim var. Makas da var bu arada burada. Görüm orada nələr var. Prosto ona görə bilmədim. Tapa bilmədim. Sağ olsun anamın zavalına gəlib %100%. Çünki anam elə şeyləri görən kimi evdə tullayır. Çünki elə bilir ki, mənim lazımsız qaralamalarım falandır. Yəni fikir vermir onun üstündə şəkili var idi, yox idi. Elə şeylərə fikir vermir mənim anam. Üzüm düşsün belə eləyim. İç şəklimiz belə bir şəkildə və bu arada mənim keçənki vision board'umun çox şeyi yəni gerçəkləşdi həqiqətən də. Yəni və buna görə inanıram yəni mən belə şeylərə. Əgər təbii inanmayanlar varsa qərarlarına hörmətlə yanaşmaq düşər bizə ki, çünki elə lazımdır. İlk şəklimiz budur. Belə bir spot işıq istəyirəm. Yəni videolarımı daha keyfiyyətli çəkim, videolarımı daha kaliteli çəkə bilmək üçün belə bir işıq istəyirəm özümə almaq. Çox güman ki, bunu Temudan falan vuracağam mən. Yəni belə. Və inanıram olacaq inşallah. İnşallah belə bir görüntüm olarsa, belə bir görüntü yaşanarsa, bu görüntünü mən SS eləyəcəm deyə çəkib paylaşacağam. Yəni ilk bunu istəyirəm, manifestləyirəm 777 mənim oldu. Belə yapışdırmamışam. Birinci şey eləmək istəyirəm. Sonra birinci səhifəmiz yəni getdi oradan. Edwin Calendar kimi oldu deyə. Mən ümumiyyətlə belə enerjilərə falan çox inanıram da. Yəni həqiqətən çox dəhşət inanıram. Bu enerjilərə inanmağa ən sonuncu dəfə 9-cu sinifdə oxuyanda başladım. Enerjilərə inanmağa. Ondan əvvəl yəni mənim belə şeylərdə xəbərim yox idi. İndi düz bəziləri gəlib burada deyəcək ki, Allaha inanın, Allaha güvənin, o bəsdir. Yəni mən təbii Allahıma da inanıram. Onun bu söhbətə heç bir aidiyyatı yoxdur. Yəni və buna inanmayanların da yəni qərarlarına hörmətlə yanaşıram.
Digər şey şəklimiz isə üzgüçülük kurslarıdır. Yəni mən üzməyi bacarmıram. Hətta həmişə dənizə falan da gedəndə üzdən üzürəm. Amma mən bu il üzgüçülük kurslarına getmək istəyirəm. Yəni üzməyi bacarmaq istəyirəm və üzməyi dəhşət çox sevən bir insanam. Yəni suyu çox sevirəm də əməlli başlı. Ona görə bu il hovuzlara, üzgüçülük kurslarına falan yazılmaq istəyirəm yay aylarında. İnşallah ki, yerinə yetirərəm. Qıraqdan səslər gəlirsə, hamısı anamın səsidir. Qohumları yığıb başına yenə söhbət eləyir. Sonra Allah kahretsin bir də. Sonra yenə eyni oxşar bir şeyi manifestlədim. Bir şeydən 2-3 dənə qoymağı sevirəm. Çünki zorluyorum biraz kaderi. Niyə qəşəng kəsək bir dənə? 1 saat yarım sonra mənim hazırlığım var və mənim uğraşdığım şeylərə bax bir dənə. Kadere de aşk olsun. Və digər şəklimiz belə bir şəkildir. Bu da nədir? Mən sizə deyim. Yenə bu da işıqlar falandır. Yəni işıqlarım hər yerdən çox olsun istəyirəm. Yəni videolarımın kalitəsi qəşəng düşsün istəyirəm. Nə istəyə bilərəm bundan başqa? Yəni belə istəyirəm də bunu istəyirəm. Bunu istəyirəm mən. Mən bunu istəyirəm eləmək. Almaq falan. Bir də bu mən bilsəydim burun əməliyyatını da qoyardım. Bu çünki burun əməliyyatı olacaqıydım. Mən onu çıxartdırıb onu da qoydum. Allah qadrətli belə verişin içinə. O nədir? Səs gəldi. Bir dəqiqə. Sonra belə bir şey istəyirəm. Bu nədir? Nədir bu? Bunu niyə manifestləyirəm? Bunu manifestləyirəm ki, inşallah bu il universitetə gedərəm və universitet dərslərində belə oturaram. Yəni seminar deyirlər deyəsən onlara ki, belə yəni dinləmək istəyirəm dərslərimi, belə keçirmək istəyirəm. Yəni bunu universitetim olaraq manifestləmişəm ki, inşallah olacaqdır. Bunu da bir dənə kəsək. Birinci kəsirəm, qoyuram qırağa, sonra ən sonda yapışdıracağam hamısını bir yerdə. Akademik comeback era, yəni akademik eramı istəyirəm, akademik başarılarım olsun falan. Ona görə belə bir şeylər yapmışam, belə bir şeydə çıxartdırmışam ki, akademik başarı. Əslində mən bunları biraz böyük eləmişdim. Bu deyəsən ölçü olaraq balaca çıxardıblar. Heç sevmədim, heç. Ayda, nə pis kəsdim mən bunu. Çox pis kəsdim şu anda, çox pis oldum yəni. Sonra digər bir manifestim piano kurslarına getmək. Mən piano dərsləri yəni öyrənmək istəyirəm. Piano dərsi daha doğrusu. İstəyirəm piano kurslarına yazılım və piano çalmağı öyrənim. Piano çalmağı çox sevirəm əslində. Üzüm çox qurudu. Piano çalmağı çox sevirəm. Uşaqlıqda 1-2 dəfə denəmişəm və indi də denəmək istəyirəm. Və indi də denəmək istəyirəm piano falan. Çox sevirəm çünki mən. Həm də dəhşət çox sevirəm, çox qəşəngdir. Yəni, kaş əlimdə olaydı və piano dərslərinə gedərdim. Amma inşallah imtahanımı falan verim, piano kurslarına yazılacağım və piano dərslərinə gedəcəyəm də. İnşallah Allahın köməyi ilə. Yəni, bunu da manifestləyirik piano kurslarına. Bu ilimi o qədər dolu eləmişəm ki, vizyon bu arada hər şeyi qoymuşam. Dolu eləmişəm. Aha. Sonra belə bir velosiped şəkli qoymuşam. Mən uşaqlıqda velosiped sürməyi bacarırdım və çox sevirdim velosiped sürməyi. Amma böyüdükcə mənim bir takım şeyim artdı, necə deyim, qorxum artdı, fobik olaraq yarandı və mən bunun, yəni bilsin necə fobi, sürə bilmirəm də, velosipedin üstündən çıxan kimi elə bilirəm ki, indi tutaq yıxılacam. Amma velosiped sürməyi çox sevirəm. Ona görə bu il həm özümə velosiped almağı, həm də ki velosiped sürməyi bacarmağı manifestləmişəm. Zaten velosiped sürməyin kursuna zana getməyəcəm. Atam öyrədəcək bunu, əminəm. Ona görə bunu da manifestləyirəm. Velosiped sürməyi istəyirəm və velosiped almaq istəyirəm. Atamın boynuna yıxıram buradan. Ata, buradan məni izləyirsən ki, çox güman izləmirsən. Ata, buradan məni izləyirsənsə əgər, çünki atamın kanalından xəbəri yoxdur. Uşaqlar, mənim ümumiyyətlə kanalı açanda ailəmin xəbəri yox oldu mənim kanalımdan. Mən çox gizlin işlər görürdüm. Məxfi işlər görürdüm. Sonradan anama dedim. Anam da sağ olsun razılıq verdi. Heç nə demədi. Arxamda durdu hətta. Rus atama deməmişəm. Atam mənim Rusiyada yaşayır. Burada yaşamır çünki. Atama heç nə deməmişəm. Daha sonra belə bir şey qoymuşam. Çəkiliş qoymuşam. Çünki istəyirəm ki, mənə reklam təklifi gəlsin və reklam ajanslarına qoşulub belə çəkilişlər eləmək istəyirəm mən. Bəli, inşallah. Bunu ona görə qoyuram bura. Manifestləyirəm, mənə belə təkliflər gəlsin istəyirəm.
Hə, harda qalmışdıq? Mənim atam Rusiyada yaşayır və əslində inanmıram atam da qarşı çıxa belə şeylərə. Çünki atam özü də sevir belə maraqlı kontentləri falan. Hətta bəzən oturur, baxır həqiqətən də. Nəysə, yəni o velosipedimi atamın boynuna yıxıram. İnşallah ki, papuçka, inanıram ki, sən mənə velosipedi alacaqsan, qızılı velosipedsiz qoymayacaqsan. Və ata, bilirəm ki, sən qızıva təkcə velosiped yox, məsələn, bunun kimi kameralar da ala bilərsən. Ona görə bunu da manifestləyirəm. Bir yeni manifestimiz daha. Bunu da, yəni mən əslində bunu keçən ilki vizyon boardıma da qoymuşdum. Prosta keçən il bu alınmadı. Mən də ona görə bunu bu ilki vizyon boardıma da qoyuram ki, tutar qatıl tutmaz ayrım. Bəlkə bu il olar. İnşallah. Bu il olar inşallah Allahın köməyi ilə. Bu kamera alınmalıdır. Bu kamera alınacaq. Başqa bir çarəmiz yoxdur qardaşım. Bu manifestimi inanıram ki, atam bəlkə də mənimlə birlikdə eləyəcək. Anam bunların heç birisini eləməyəcək. Çünki mənim anamın ümumiyyətlə belə şeylərə həvəsi yoxdur. İşte həvəsi var. Qorxur sadəcə. Fobisi var hamısına qarşı. Anam da nə qədər şey fobisi var. Hə. Atam əminəm ki, bunu məndən bir yerdə eləyəcək. Hətta mən bunu gedib rayonda belə öyrənə bilərəm. Yəni rayonda istəsəm kömək qohumlarımdan, əqrəbalarımdan eləyərlər. Prosta onlardan kömək istəmirəm. Belə bir at sürmək istəyirəm. Atçılıq kurslarına da yazılır. Mən atçılıq kurslarına da yazılmaq istəyirəm. Ona görə at sürəcəm. Mən at sürmək istəyirəm. Mən at sürməyi öyrənmək istəyirəm. Çünki atları çox sevirəm. Yəni atlara qarşı olan sevgim heç bir heyvana qarşı yoxdur bəlkə də ki, onlara var. Digər bir manifestimiz nədir sizcə? Təbii ki də bütün abituriyentlərin bayaqdan maraqla gözlədiyi Zəhra bu il 2026-dır. Sən imtahan verirsən, neyinlərirsən? Axı vizyon boardda imtahana aid heç nə yoxdur Zəhra. Mən sizi düşünərək qoydum bu. Bakı Dövlət Universitetini manifestləyirəm. İnşallah Bakı Dövlət Universitetinin tərcüməçilik fakültəsinə daxil olaram. Dili hələ seçməmişəm. Dil bilmirəm hansı dili. İnşallah yaxşı bir dil olar. Yəni Bakı Dövlət Universiteti. Hansını seçəcəm? Buna keçmək istəyirəm. Oha, bu çoxdur. Mən bir şeydən 2 dəfə eləmişəm. Allah benim belamı versinmi, vermesin bilmirəm amma burada var. Götürüb burada da çıxartdırmışam mən bunu. Artıq bunu da çıxartdırmışam. Niyə mən belə bir şey eləmişəm? Məsələn, niyə belə bir şey eləmişəm? 2 dənə şu an video. Məsələn, bunun yerinə burun əməliyyatı qoya bilərdik. Videoları çəkmişəm mən. Mən video çəkirəm. Editləməyə gələndə mənim canım çıxır. Həqiqətən editləri Allahım, ay Allah, bir həftəyə eləyirəm mən bir editi. İnanın, görsəz deyərsiniz ki, Zəhra, xahiş edirəm özü al. Çünki mən bir editi bir həftəyə eləyirəm. Həqiqətən bir həftəyə eləyirəm bu arada. Şeydir. Ay Allah, o qədər sıxılıram. Bilirsiniz niyə? Adamın gözü ağrıyır. Çox uzun olur özdə mənim videolarım. Belə olanda ancaq mal danışıram. Həmişə də onları kəsirəm. Evet, digər bir manifestim muzeyə getməkdir və belə bir şəkil çəkdirməkdir. Muzeyə getmək istəyirəm. Həqiqətən muzeyə çox getmək istəyirəm. Amma normal belə muzeylərə yox. Mən belə rəsm muzeylərinə getmək istəyirəm. Sərgi muzeylərinə, xalça muzeylərinə. Mən belə muzeylərə getmək istəyirəm və buradakı kimi onu da manifestləyirəm ki, gedəcəyimə də inanıram, gedəcəyəm. Ona da atamla gedəcəm bu ay. Bütün xəyallarımı niyə atamla qururam mən? Niyə bu xəyallarımın içində anam yoxdur? Anacan, çox üzr istəyirəm. Anam çünki o bir otaqda qohumlarla danışır. Anacan, çox üzr istəyirəm səndən. İnan ki, bu xəyalların içində sən də ol istərdim. Amma sən bunların hamısına çox soyuq davranacaqsan. Mənim anam ümumiyyətlə, siz necə? Belə şeylərə marağı yoxdur. Anam niyə qışqırır? Şu an mən o çasmır. Bir dəqiqə. Sonra mənim illərdir istəyib eləyə bilmədiyim şey, bu il yenə manifestləyirəm bunu. Allahım, inşallah bu il olar heç olmasa. Çünki keçən ilki vizyon boardında da konuşma olmamışdı. Saçımı bu formada kəstirmək istəyirəm. İndi deyəcəksiniz ki, Zəhra, xəstəsən, niyə saç şəklini götürüb vizyon boarda qoyursan? Çünki mənim anam çox kaprizli bir xasiyyətli olduğuna görə mənim yeni saç düzümləri etməyimə çox qarşıdır. Mən də ona qarşı çıxıram hər dəfəsində. Ona görə mənə deyib ki, universitetə yeyir, inşallah qəşəng bir saç düzümü elətdirərsən ki, inşallah elətdirəcəm. Ona görə anacam, bax bunu unutma, bunu mən qoyuram bu vizyon boarda. Bu saç kəsimi olacaq anacam. Bu saç kəsimi olacaq ana. Bu saç kəsimi olacaq. Ana, bəlkə biraz yavaş danışasan. Bu.
Dostlarımla birlikdə tətilə çıxıb dənizə üzmək istəyirəm. Çox istəyirəm dostlarımla birlikdə tətilə çıxıb bax belə bir üzmək və günəş batarkən çox qəşəng bir hissdir. Ona görə bunu da manifestləyirəm. Bu da olacaq inşallah. 7 aldım, qəbul etdim, mənim oldu, mənimsədim. Bütün həyatımda, gələcəyimdə, sabahımda, bu günümdə görürəm. Belə. Sonra mən dedim bayaqları, dedim deyəsən, tərcüməçilik fakültəsi. Ay yox, onun bunun heç bir aidiyyatı yox idi bu arada. Nəysə. Mən uşaqlar bu il inşallah, bunu keçənki vision boarduna da qoymuşdum. Prosta olmadı. Mən desəm keçənki vision board heç nə olmayıb. Yox, olub, həqiqətən çox şeylər olub. Mənim bu iki vision boarduma qoyuram ki, ingilis dilimi çox yüksək bir səviyyəyə çatdırmaq və bunun üçün də sertifikat almaq istəyirəm. Ona görə bu sertifikatı da ora yerləşdirirəm ki, akademik başarılarım olsun. İnşallah aldım, qəbul etdim və inşallah ingilis dilimdə. Tərcüməçiliyi niyə qatdım ortaya? Çünki tərcüməçilik üçün mənə bu çox önəmlidir. Yəni mən dil bilməyi ümumiyyətlə çox sevirəm. Sonra layihələrlə falan Londona getmək istəyirəm. Həqiqətən. İnşallah elə bir şey olar. Olmaz da çünki çox kötü olacağım. Londona getmək istəyirəm və Londonda yerləşdirirəm buraya şu anda. Heç nə Londona getmək istəyirəm bu qədər. Layihələrlə falan getmək istəyirəm o Londona. O London gediləcək. Bu il o Londonda şəkillər, reyslər çəkilib paylaşacaq. Və bu il mən o Londonda bir səs var. O səslə video çəkib o kanala atacağım. Daha sonra həmin yenə bu layihələr ilə mən hara getmək istəyirəm? Bir dəqiqə sürpriz olaraq. Siz bir təxmin eləyin, mən bunu kəsib qutarana qədər. Siz təxmin eləyin təbii ki. Təxmin. İtaliyaya getmək istəyirəm. İtaliya mənim xəyallarımın ölkəsidir. Mən İtaliyaya həqiqətən çox getmək istəyirəm və gələcəyimi də orada düşünürəm zaten ki, inşallah elə olar. Allah hər kəsə getmək istədiyi yeri nəsib eləsin. Bu ikisi qalıb, bu ikisi qalsın, bəlkə nəsə olar, onları saxlayıram. Dadam! Bu mənim deyəsən son elədiklərim idi. Birinci bunu kəsmək istəyirəm. Belə kəsək, bunu birazcık şey olaraq, yumruda və dairəvi falan olaraq ki, amma ilk günündə kəsdiyimə də çox inanıram. Disiplin. Mən çox disiplinsiz insanım bu arada həqiqətən də. Çox disiplinli olanda oluram, disiplinli olmayanda olmuram. Ona görə disiplin də yapışdıram. Burası ki, disiplinli ol Zəhra, xahiş edirəm səndən artıq dərəcədə. İnşallah olarsan Zəhra. İnşallah. Sonra nə var burada? Mən niyə danışa bilmirəm ümumiyyətlə? Niyə danışa bilmirəm? Yəni mən niyə cümlə qura bilmirəm? Sonra mən belə bir bakım əşyaları istəyirəm və bakım əşyalarım var zaten, amma biraz daha yaxşı bakım əşyaları istəyirəm bu il olaraq və bu bakım əşyalarım olarkən mən belə bir şəkil çəkmək istəyirəm və özümə daha çox zaman ayırmaq istəyirəm. Ona görə onu da qoyuram ora. Ayaqları mən bir şey vurğuladım. Mən çox disiplinsiz bir insanam deyə bir şeylər vurğuladım. Siz necə? Motivasiyam olanda disiplinli oluram. Motivasiyam olmayanda disiplinli olmuram. Mən bunu bir dənə videomda da demişdim ki, motivasiya disiplinə, disiplin isə motivasiyaya bağlıdır. Yəni disiplinin olanda motivasiyan olur, motivasiyan da olanda disiplinin olur. Yəni boş şeylər də olar, deyirləri şeydir, nə bilim, yox, disiplin daha önəmlidir motivasiyadan, ya da motivasiya daha önəmlidir disiplindən. Xeyr, əlaqəsi yoxdur. İkisi də bir-birinə bağlı şeylərdir mənim zənnimcə. Ona görə mən istəyirəm biraz disiplinli olun və hər səhər koşuya çıxım. Amma bu ildən etibarən olmayacaq. Bu ildən etibarən olacaq təbii ki. Amma biraz havalar yaxşılaşsın sonra da. İndi bu sonrada kimdir? Durub səhər sübh tezdən çıxıb qaçan. Mən səhər sübh tezdən durub çıxıb hazırlığa gedirəm sadəcə. Nəysə, manifestləyirəm. İnşallah Allahın köməklə havalar düzəlsin. Mən hər səhər durub çıxıb qaçacağam və sağlamlığıma diqqət edəcəm. Daha sonra mənim gözüm doymur təbii ki. Mənim niyə bu il gözüm doymuyub? Mən ancaq nəsələrsə şey eləmişəm. Gözüm həqiqətən doymuyub deyəsən mənim. Bu son zamanlarda təzə bir şey çıxıb, wish list çıxıb deyəsən, hə? Wish list, istek listesi falan. Onu da eləyəcəm mən. Mən hər şeyi eləyirəm. Mən popülər kültür çörəsiyəm. Abi, mənə qarışmayın. Mən eləyəcəm, hamısından eləyəcəm. Bütün yolları denəyirəm. Belə şeylər yolunda hər yol mübahdır yəni. İstək yollarında hər yol mübahdır mənim fikrimcə. Zaten vizyon boardumuza gecikmişik, tamam mı? Mən lazımsız hər şeyi yığmışam bura.
Mən bu il yeni ilim çox qəşəng keçdi. Ümumiyyətlə çox dolu keçdi. 27 ad günüm idi, ona görə ayrı bir şəhərə çıxdım. 29-u uşaqlarla hazırlıqda şənlik keçirdik, müəllimə falan biz hamımız. Çox əyləncəli oldu yəni. Sonra 30-u çıxdıq, getdik karaokeyə. Yəni əməlli möhtəşəmlik bir şey oldu da. Deməli, gəlin göstərim. Mən belə bir takı kutusu istəyirəm. Əslində takı kutum var. Prosta mənim gözüm doymur. Biraz daha böyük bir takı kutusu və daha çox takı istəyirəm ki. Ona görə belə bir şey qoymuşam. Bunu manifestləyirəm, inşallah olar. Sonra mən bu il planşet istəyirəm. Planşet mütləq istəyirəm. Yəni əvvəl kompüter istəyirdim, amma sonra kompüterdən vaz keçirəm və barmaqlıyı özdə qələmli planşet istəyirəm. Onu inşallah ata bir dənə sən onu da nəzərə al. Sonra mən bu il çox etkinliklər eləmək istəyirəm deyə bunu da qatdım. Belə bu saxsı qablar falan düzəldilən və şeylər olur. Azərbaycanda da belə bir yerlər var. Mən bu dostlarımla falan bir yerdə bura getmək istəyirəm və yaxud da ailəmlə və yaxud da tək olaraq sevdiklərimdən biri ilə bura gedib bunu gerçəkləşdirmək istəyirəm. Sonra mənim gözüm doymadığı üçün təbii ki də inşallah karşılokumu belə bir pulla görmək istəyirəm. Atamın pulu ya da öz pulum heç bir fərqi yoxdur. İnşallah atamın pulu. Yəni belə. Sonra digərinə keçək. Bunu çox balaca çıxardı be. Çıxardı mən özüm belə eləmişəm biz. Başarılıyım. Belə bir söz qoyuram vision boardumun içərisinə ki, həqiqətən başarılıyam. Mənim görəsən sınav OTK nəticəm necə çıxdı? Heç baxmamışam. O gün getdiyim OTK nəticəmə. Gərək bir dəfə baxın. Sonra mən bunu ən başda da qoymuşdum ki, indi də qoyuram. Mən bu il yenə reklam çəkilişlərinə falan getmək istəyirəm deyə bir dənə də belə bir şey qoyuram. Çəkilişlərə dəvət olunmaq istəyirəm. Belə. Sonra bunu gəlin çıxardaq. Gəlin bunu çıxardaq. Bu mənim, necə deyim, uşaqlıqdan bəri xəyalımdır. Bunu o qədər istəyirəm ki, bu olsun. Yəni, bu həqiqətən mənim ən istədiyim şeylərdən biridir. Yəni, inşallah bu həqiqətən olar. Bunu çox istəyirəm olsun. Və bu olsa, inşallah mən bunu birilərinə hədiyyələr falan da verəcəm, belə bir şey olsa. Bir yumru var, kəsirəm ki, qəşəng görünsün. Belə bir, necə deyəm, PR paketləri almaq istəyirəm. Markalarla işləmək, işbirlikləri qurmaq istəyirəm. Ona görə belə bir PR paketləri qoyduq ora. Sonra mən bayaqlarda ağzımla dedim ki, mən etkinliklərə bu il çox qatılmaq istəyirəm. Etkinliklərə. Ona görə belə bir etkinliklərə, Allah kahretsin bir dəqiqə. Belə bir etkinliklərə qatılmaq istədiyim üçün zaten belə bir şey qoyuram. Deyin, göstərim sizə bir dəqiqə. Belə bir şey. Bunun qıraqlarını kəsib düzəltmək lazımdır bir dəqiqə. Hə. Belə bir əyləncə məkanlarına getmək istəyirəm. Amma dostlarımla birlikdə. Belə bir əyləncə məkanlarına getmək istəyirəm. Mən 11-ci sinifdə qırmızı attestat almaq istəyirəm. Ona görə bunu qoyuram vision boarduma ki, inşallah alacağıma da inanıram. Attestat, qırmızı attestat. Kariyerimdə başarılı olmaq üçün hər gün gelişiyorum adlı bir cümlə də qoyuram bura ki, həqiqətən elədim. Həqiqətən elədim. My family is happy and healthy. Yəni ki, mənim ailəm xoşbəxt və sağlamdırlar. Bunu da manifestləyirəm. İnşallah hər zaman elə olarlar. Çünki bunu qoymağımın səbəbim bu idi ki, mənim ailəm bu il mənim anamın sağlamlıq problemləri yaşandı və mən bu ildə həmin şeyləri yaşamamaq üçün anamdan yəni həm də ayrı düşdüm. Anam xəstəxanada falan yatdı ona görə, o səbəbdən. Anamdan ayrı düşdüm, ona görə istəmirəm bu ildə elə bir şey yaşansın. Elə bir şey qoyuram ki, anam, mən, atam sağlam olaraq bu ilimizi keçirdək. Sonra məni belə bir şeylərə çağırsınlar, verilişlərə çağırsınlar istəyirəm. Yəni, söhbət falan eləmək üçün mən YouTube kanallarına çağırsınlar istəyirəm. Ona görə bunu da qoyuram. YouTube kanallarından ayrı, yəni belə, necə deyim, televiziya kanalları falan da çağırsın istəyirəm. Ona görə bunu da manifestləyirəm. Daha sonra mən desəm bu il akademik başarıdan başqa hər şeyi qoymuşam. Akademik başarıda qoymuşam. Amma onu az qoymuşam biraz deyəsən, hə? Yox, orada da var. Az deyil, orada da var. Sonra mən bu il etkinliklərim çox olsun demişdim ya. Mən bu il bowlingə getmək istəyirəm.
Hər şeyimiz düzəlib bilirəm. Bir dənə bowlingimiz. Bowlingi mən bu il çox amma nəsə çoxdur. Nəysə başım rahat. Hə, bowlingə getmək istəyirəm. Yəni ona görə bunu da qoyuram ora ki, mən bu il inşallah bowlingə gedərəm. Oy, nə qədər kağızlarımız var bizim burada. Mən bu il qiymətlərimin yaxşı olmağını istəyirəm universitetdə və məktəbdə. Ona görə bunu da qoyuram. Mən yenə bir şeydə milyon dənə qoyduğuma görə bunu da qoymuşam. Yenə də bayaq kimi çıxışlar eləmək istəyirəm. Ona görə bunu da qoyuram. Və sonuncu vision boardımızı kəsirik. Sonuncusunu kəsirik. Ən sonunda yapışdıraraq işləmimizi tamamlayacağıq. Kahretsin, Allah kahretsin. Aşağı düşürdüm biraz. Belə daha yaxşıymış. Bayaqdan niyə belə eləmirəm ki mən? Deməli birincisi nədir? Birinci inanıram. Bunu eləyə biləcəyimizə inanıram bu arada mən. İnşallah mənim YouTube ailəm bunu edəcək. Mən buna inanıram. Mən buna güvənirəm. 100.000 plaket. YouTube'dan 100.000 plaket almaq istəyirəm. Ona görə bunu da qoyuram. İnanıram və ona görə heç nə inanıram uşaqlar bu qədər. Belə bir figuram olsun istəyirəm. Mən idmana başlayayım və bu idmanı heç salmayayım. Disiplinli olum istəyirəm. Ona görə bunu da qoyuram. Bayaqlarda qoymuşdum bunu, amma o sırf başqa bir şey üçün idi. İndi də qoyuram. Bunu da başqa bir şey üçün qoyuram. Mən bu il çoxlu sertifikatlarım, medallarım olsun istəyirəm deyə bunu da bizim boardıma yerləşdirirəm. Təbii ki. Mənim üzüm belə pürüzsüz olsun istəyirəm də, belə ləkələr olsun istəmirəm. Elə yaxşı ki də bunu qoymuşam. Pürüzsüz olsun istəyirəm. Ona görə belə bir şey də qoyuram. Mənim hamısı disiplinsizlikdən gəlir irəli. Uf ya. Motivasiyam yoxdur ona görə. Yoxdur mənim motivasiyam. Var. İnanıram, olacaq. Və bu il inşallah istəyirəm ki, ailəm yeni bir ev alsın. Ona görə yeni bir ev almağı da manifestləyirəm. Qəşəng bir yerdə, gözəl bir yerdə ev almaq istəyirik. Bayaqları zaten bunu dedim, amma bir də bunu belə də göstərmək istəyirəm. Yəni evrənə hər bir formada mesaj yollamaq istəyirəm ki, evrən mən bunu istəyirəm. Başa düşdüm, bunu istəyirəm. Ona görə mən bunu da qoyuram. 50 kilo. Mən zaten normalda 50 kiloyam, amma sabit bunda qalmaq istəyirəm. Yəni bundan nə aşağı düşmək istəyirəm, nə yuxarı qalxmaq istəyirəm. Ona görə sabit qalsın istəyirəm. Mən bayaq bunun şeyini də dedim. Hətta burada sertifikatını da almağı burada elədim, manifestlədim. Belə manifestləmişəm. Bunu da manifestləyirəm ki, C1, C2 səviyyəsinə qaldıraram. Özümə inanıram, bacaracağam. İstəsəm bacaracağam. Bu il əsas məsələ mən iPhone almaq istəyirəm. Ona görə bunu da qoyuram bura. iPhone mütləq uşaqlar artıq bir yetər. Düzdür, əvvəl dedim Samsung S23 Ultra, amma popülər kültür köləliyimi dayandıra bilmədiyimə görə dedim iPhone alacağım. iPhone almaq istəyirəm. Mamamın səsinə baxın bir dənə. Siz Allah anamın səsinə baxın. Artıq biz bir ailə olduğumuza görə anamı sizdən gizlətməyəcəm. Və mənim pasportum var zaten. Xarici pasportum. Çünki xaricdə olmuşam özüm bir dəfə. Amma belə bir dəfə də getmək istəyirəm və belə bir çəkiliş eləmək istəyirəm. Ona görə bunu da qoyuram. Hər yolu əl atıram. Gördüyünüz kimi hər yolu əl atıram həqiqətən. Allaha deyəm, mənim kimi bir uşaq çətin tapılar. Evrən, mənim kimisini çətin tapacaqsan. Mənim kimi sən sadiq birini çox çətin tapacaqsan evrən. Bunu biraz da kəsin belə edeyim. 200 plus buraxılış, 600 plus blok. Bunu da qoyuram. İnşallah aldım, qəbul etdim, mənim oldu. 7 falanlar bir şeylər işte. Yox, falanlar bir şeylər demirik. Ciddən inanaraq deyirik ki, elə oldu, elə olacaq, elə olmalıdır inşallah. 2026 is my year. 2026 mənim ilimdir. Mənim ilim olacaq inşallah. Və artıq son ikisini kəsirik. Buna görə biraz pis oldum mu? Oldum. Yəni həqiqətən sonsuza qədər bunu eləyə bilərdim, yəni sonsuza qədər. Sonra belə bir şey qoymuşam. Healthy body, healthy mind, healthy soul. Hər şey, yəni sağlam bədən, sağlam ağıl, sağlam düşüncə falan fistan belə şeylər qoymuşam ki, inşallah bunlar da olar. Falan fistan deməyimi yığışdıra bilmirəm də mən. Bunu elə kəsim ki, bu qəşəng düşsə. Bu şey deyil yəni. Necə deyim, manifesti bir şey deyil. Sadəcə vision board yazısı da. Bunu da ortasına qoyuram ki, yəni evrən, bax mənim məqsədim bəlli olsun ha. Bu vision boarddır. Vision board. Bitti. Kağızların son kəsdiyi bitdi. İndi son olaraq yapışdıracağıq.
və artıq bizim boardımıza oturub gerçəkləşməsini gözləyəcəyik. Belə yəni bu qədər bitdi. Gəlin bir-bir başlayaq. Belə bir A4 vərəq çıxardacağam. Mənim normalda şeyim yoxdur, ona görə A4 çıxardıram. Bir dəqiqə. Pano almaq istəyərdim bu arada. Prosta pano mən bilmədim harda falan tapım. Bir də 2 saat onu axtarmaq istəmədim. Belə bir yekə bir bizim boardımız var şu an. Bizim boardım hazırdır. Çok qəşəng oldu. Və çox gecədir. Keçən gündən daha qəşəng oldu. Çox qəşəngdir. Çox şirin, çox qəşəng bir vision board hazırlamış oldum. Və inşallah Allahın köməkliyi ilə bu il hamımızda düşərli olsun. Bu il hər kəsə, bütün abituriyentlərə, bütün iş adamları olsun, insanlar olsun, hər bir əhaliyə Allah kömək olsun. İnşallah bu ilimiz hər birimizə düşərli olar. İnşallah mən də bu vision boardımda hər biri gerçəkləşmiş olar. Hər birini çünki çox istəyərək, çox arzulayaraq elədim. Həqiqətən də. Prosta bir dənə yerdə bu qaldı. Bunu yapışdırmağa yer tapamadım açığı. Aha, yapışdırmağa yer yoxdur. Çünki dolub həqiqətən bütün yerlər. Bir dənə bura var. Bura yapışdıra bilərəmmi bilmirəm. Baxarıq bunu yer tapa bilsəm. Bunu da yapışdıracağım mütləq bir şəkildə ki. Çünki istəmirəm bu da yerdə qalsın. Əgər şey eləmişəmsə, yapışdıraq bunu da bir yerə. Hə, buraya elə ortaya yapışdıracağım mən. Buradan çoxlu mucuqlar eləyirəm və öpürəm. Sağ olun, özünüzə yaxşı baxın. Bu videomuz da bura qədər idi. İnşallah daha gözəl videolarla gələn dəfə görüşmək üzrə. Öpdüm.